Hər kəsə salam əleykum dostlar. Bu gün sizə GTA Bakıya Samal Gölbağa necə yüklənir onu göstərəcəm. Yükləmə qaydası çox sadədir. Mən TikTokda canlı yayın açıram. Çox tez-tez soruşurdular məndən. Diskini hardan tapmısan? Belə, elə. Mən də başa sala bilmirdim ki. Diski yox, saytdan yükləmişəm. Aşağıda verdiyim linkdən rahatlıqla yükləyə bilərsiniz. Sizin üçün mən yükləmə qaydasını mühəs alacağam. Verdiyim linkə daxil olursunuz. Belə bir panel açılır. 5 saniyə səbirli olun. Sizə bir reklam səhifəsini atır. Də göstərim. Reklam səhifəsini atdı. Bura X vurursunuz və açılan buradan yükləyirsiniz. Açılan səhifədən. Bir şey də deyim, zəhmət olmasa kimdə WinRAR yoxdursa birinci WinRAR-ı yükləsin, ondan sonra oyunu yükləsin. Buradan çıxış verib mən yükləmişəm deyə onun üçün yükləməyəcəm. Dovlanda giririk. Mən burada yükləmişdim. Bunu da başa salım. GTA Yasamal. Belə bir şey açılır. Sağ klik edirik. WinRAR-ın üstünə gəlib buraya ayıqlaya basırıq. Buraya ayıqlayanda dosyanı ayırırsın üçün. Ayırdıqdan sonra belə bir səhifə açılır. Dosyaları. Oyuna ola bilər gizləyə bilər, ola bilər nə bilim, ata bilər oyundan sizi. Üstünə basıb sağ klik edib oyunun ayarlarına giriş edirik, parametrlərinə. Burada Windows 7 olacaq. Windows 7-ni Windows XP Service 3 Pak 3 var burada. Bunu edirsiniz, app edib OK-yə basırsınız. Oyunda gizləmə problemi aradan qalxacaq. Bir də ki, mouse problemi yarana bilər sizdə. Mouse problemi üçün də bunun linkini, bu dosyanın linkini verəcəm sizə. Yükləyirsiniz, sadə GTA Yasamalın papkasının içinə atırsınız. Oyuna daxil olursunuz və oyunu rahatlıqla oynayırsınız. Oyunun sonuna da oynama qaydasını qoymuşam. Yəni həqiqətən də işləyir, rahatlıqla yükləyib oynaya bilərsiniz. Videonu bəyəndinizsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.